Gördüyünüz Şahbaz Quliyevdir. 2014-cü ildə Kəlbəcərə gedib o doğma torpaqları izləyən, gəzən, bax indi də Hadrutdadır. Ha. Xankəndidir. Orada aparırdılar. Hara? Xankəndinə. Məhkəmə orada olurdu, yoxsa burada? Xankəndində bir il qalmışıq da orada. Ha. Oradan sonra 6 il qalacaqlar bura Şuşaya. Qabaqda indi. Buradan qalxanda biraz sağa Pavorut yönəndə gecə saxlayırlar. Gecə saat 12-yə kimi orada gözü bağlı maşında. Sonra aparırlar bizi buradan. Gecə bax bu yolla düşmüşük. Şahbaz Şuşa türməsində, ma görüm. Bildimi, sən keçirdiyin hissləri mən də keçirdirəm. Təsəvvür edirəm. Bu gördüyümüz Şuşa türməsidir. Hansı ki, bax bu türmədə bizim Azərbaycan əsirlərinə nə qədər əzablar, əziyyətlər verilir. Bu günləri bura biz Kəlbəcərdə 2014-cü ildə əsir düşmüş Dilqəm Əskərovla Şahbaz Quliyevin bura gətirilib, burada saxlanılıb. Bax, hal-hazırda Şahbaz özü şəxsən bura gəlib. Oraların tücür xalası ilə. Yox, ora. Tücür xalası. Burada da qapın. Sizi maşınla salıb çıxardırdılar da, yəqin ki, bura. Burada götürdülər. Yəni gözü bağlı gedirdik. Orada bir raşotkalı olmalıdır. Deyək, raşotkanı da alır. Bura bax, harada saxlayırdılar? Gedir yox, buradan sağa gedirsən. Deyə, oradan girməliyik. İçəri girək. Onların nəsə idarəsi buraydı, hə, Şahbaz? Bu nə idi bəs? Bu Stalova idi, yoxsa nə idi? Yox, Stalova aşağıdadır. Bura o görüş yeri zadıdır. Valideynlər zadlar gələnə burada gətirir. Burada ermənilər də yatırdılar. Bəs səslər gəlirdi, hə, bunlar burada qalırdı. Bir de buradan da bu zabor yağın bizimkilər dağılıbdılar. Yox, o tərəfdən onlar axırıncı gün atan da. Onu da bunu da, ha? Bax, o kişinin yanına sola gelirsən, bir giriş var. Bizimki bu tərəfdən giriş idi. Qapı darvazdan. Burada bulaq vardı, çocuk. Yox, deyə burada belə. Elə bu da şəhidin də şəklin vurublar. Buranın rəisidir sən. De şəklin vurublar ora. O 92-də vurulub, o. Yağış başladı. Hə, gəl gedir. Skoru yeriydi. Skoru? Hə, bax. Bundan geridin. Ya bura, getmir, de bura. Oy. Həkimxana? Toka burada verirdilər. Toka verirdiler. Hə, burada toka verirdiler. Çünki buradan o devra görükürdü. Buradan da çıxırdım. Burada 2 dənə qapı var. Biraz qararlar. Birinci mərtəbədə devam var. Görürsən, yox qapına. Biz buradan çölə vurdular. Bizi buradan çıxardırdılar. Buradan. Dilqəm hansında saxlanıb? Birdə. Birinci. Bunlar hamısı kameralarda. Belə sana kuluşu deyə 1, 2 dənə, 3 dənə. Raşotlardan da keçirin, bunlar da hamısı kameralarda. Yeğencələr. Burada da kuluşu var, ardadır. Bakalım, buranı nə deymişəm? Bir dənə ehtiyatlı olun, əyinizin altını gözləyin. Şahtalar olan dayanmışı burada mindirdiler. Əkər, Gece ayın altında bizi buradan mindirdiler. hansı ayın altında? Sentyabrı. Noyabrın. Hə, noyabrı. Buradan maşına mindirdilər. Ulan burada sigaret bağı var. O tərəfdə. Bura otluq tiyələydi. Qəşək tiyələkləri olurdu. Bura çıxardırdılar sizi. Yox, heç çölə çıxmadı. Tiyəl gətirəndə, Xankəndinə park gətirəndə gelirdilər. Ne yapardılar aşağı şeye, tam kendine? Salonaları bu idi. Bu da eskalatlarıydı. Bak buradan baxanda pəncərədən o şifer ev var.
Bak bu meyve var da burada da bir quruyub. Bu heyva qatıdır. Yaxşı heyva gətirirdi. İçeriden bakırdı. Deyim mən pəncərəm, ikinci pəncərə. Bu idi də. Hə, ikinci pəncərə. De o ikinci. Kim elədi? Qırmızı xaç. Bax, buranı remont deyək, bak, kafelin qadı. Onlar qoyublar hamısı. Burada afan var, yoxdur heç nəyə görə. Bunu düzəltmişlər bura. Deyək, bax, burada Arif burada düzəltmişdir. Deyək, burada. Hə. Bax, burayı düzəndilər, buradan da doğuşlar hamısı şeyə. Açma olanda ha. Hə, isarət düşdü, deyək, buranı da. Ayın altısında buradan çıxardanda siz nə başa düşdünüz? Biz bilmədik, axı, ateşləsin. Bizi heç bir sual cavab eləmədilər. Oğazın ortası belə bağlı idi, biz apardılar Cermux'a. Cermux'da düşürdəndə bizim yanımızda bir də var idi. Qabaqda başlarında meşox var idi. Biz elə bildik ki, biz aparırlar dəyişməyə. Orada gördük ki, yox, bizdən qabaq düşürdülər. O Aymama hey deyib çığırırdı, o axsıyırdı. Azərbaycanlı idi, Hə. hə? Sonra onu Bakıda gördüm bu hospitalda. Ha. Ama zaman ötemeyen de istenemedin gelirsen. Gedirəm, hara gedirəm bilinmir. Gözləri bağlı ol. Prosta biz axırıncı dəfə buradan Xankəndindən çıxardanda onlar meşədə apardılar, saxladılar maşınları, dökübdülər. Gözümüzü açdılar, sigaret verdilər. Ha döymediler. Deyir bu da Xankəndi buradan görsün. Elə bildik öldürürlər. Sonra qaytarda bağladılar təzdən bir də gözümüzü. Yarım saatdan sonra mindirdilər samolyota. Cermuxdan bindirdilər sizi. Yox, düz Yerevanın özü. Yerevanın özündən ha. Çünki buradan ora qatlanıqlı getmişik. Hayda da. Bugün bu kadar burada. Bunların dilinden bir şey başa düşüyor. Şahbaz neçə il qaldınız burada? Burada 6 il, 1 ildə şeydə, Xankəndində. Bu ateşkəs olandan sonra, kapitulyasiya müqaviləsi bağlanandan sonra neçə gün sonra sizi azad elədilər? Təxminən. Dekabrın 14-də. Dekabrın 14. Təxminən bir ay çəkir də. Deməli ayın 9-u, o da 14-ü. Bir ayda təxminən. Hə, bir ay çəkdi. Hə, bu qapıdan o da doldurublar. Toplu zadın sesi gelirdi. Ta o noyabrın. Oho, deyib, burada düşürdü. Aşağı deyib, onun alt tərəfinə samolyot gəl keçirdi, buradan vururdu. Buralar sirkələnirdi. Hə, burada çox. Nə hisslər keçirirsən indi burada ay Şahbaz? İstər odur ki, heç inanılmaz bir gündür ki, mən bugün çıxıb əlimi fırlaya siqaret çəkir. Şükür Allahın böyüklüyünə. Hə, bugün hər Şükür. dəməni burada. İnanılmaz bir şeydir. Şəhidlərimizə Allah rəhmət eləsin. Şəhidlərimizə rəhmət eləsin. Allah o dünyalarını versin. Prezidentimizə dəyməsin ki, vazirlərin əlindən məni tutarıb. Amin, amin. O kişi məni elə tutarıb ki, buradan heç görünməyən bir şey idi. Amin. Bax, buradan o qəbirləri görürsünüz də, burada nə qədər əsirlərimiz olub, hamısını qeyrətlər burada döyüb öldürüb. Elə belə öldürməyib. Bax, buradan baxsan, İşgəncələr verir. aradan bax, Xankəndi qallarına.